Tamam, bugün 8-ci sinif kimya dərsinin 3.5 homogen və heterogen reaksiyaların suallarına baxırıq. Öyrəndiklərinizi tətbiq edin bölməsindəki sualdan başlayaq. Kalsium hidroksidi karbon qazı ilə reaksiyasından kalsium karbonatını aldığını bilirsiniz. Sizcə kalsium hidroksidinin suda məhlulundan karbon qazı keçdikdə baş verən reaksiya homogen yoxsa heterogendir? Burada əgər məhlul və məhlul arasında olsaydı, hə, amma burada məhluldan karbon qazı da baş verir də. Bu mövzunun içərisində də var. Məhlul olsa, qaz olsa, maye olsa homogendir. Burada bax görürsünüz, məhlul. Amma burada bizdəki biri məhluldur, o birisi qaz halındadır. Yəni fərqlidir, eyni deyil. Ona görə biz bunu heterogen götürürük. Məhlul və qaz arasında getdiyi üçün reaksiya buna heterogen deyirik. Aqreqat hallar fərqlidir reaksiya girənlərin ona görə. İkinci sual, homogen və heterogen reaksiyalar üçün Eyler-Venn diaqramı tərtib edin. Bu reaksiyaların orta və fərqli cəhətlərini müəyyən edin. Tamam, deməli, yazaq belə. Birincisi yazaq homogen. Yazaq heterogen. Bunu rum rəqəmi ilə də yazıb edə bilər. Yəni rahatıdır. 2, 3 desək, çünki üçünüzünü sığdıra bilməyəcək bura. Bir də deməli yazırıq, reaksiya girən maddələrin aqreqat halı eynidir. Heterogende isə reaksiya girən maddələrin aqreqat halı fərqlidir. Üçüncü, hər ikisini ortaq kimi yaza bilərik ki, homogen və heterogen reaksiyalar birləşmə reaksiyası ola bilər hər ikisi. Misal üçün deyək, hidrogen qaz halında, oksigen qaz halında alınır buradan, su buxar halında alınırsa, bu birləşmədir, homogendir. Amma kükürt bərkdir, üzərinə oksigen gəlir, qazdır, SO2 alınır, bu da qazdır. Heterogen olmasına baxmayaraq, bu da həmçinin birləşmə reaksiyası götürə bilərik. Bax, cəhət kimi. Öyrəndiklərinizi yoxlayın, sesindəki suallara baxaq. Homogen və heterogen reaksiyalar nədir? Hər birinə nümunə göstərin. Homogen reaksiyalar bütün fazı boyu eyni fazda da gedir. Heterogen reaksiyalar isə eyni fazda getmir. Nümunə də bayaqki yazdığım nümunəni də yaza bilərsiniz. Birləşmə reaksiyasına uyğun yazdığımı və yaxud da fərqli bir şey dediyim istəyirsə, heterogen karbon üstə gəlir oksigen CO2 alınır. Homogenə isə N2 üstə gəl, bu buna aid deyil. Bu heterogendir. Homogenə isə N2 üstə gəl, H2 alınır NH3. Burada karbon bərkdə, o birisilər qazdır. Aşağıdaşlar hamısı qazdır. İkinci uyğunluğu müəyyən edilir. Elə buradakı nümunələrini götürüb yuxarı yaza bilərsiniz. Homogen reaksiya, baxırıq. Hər biri qaz reaksiya girənlərin A bəndi. Bərk qaz müxtəlif qazlar sərhədində gedir. B heterogendir. Məhlul və məhlul. Baxın, eyni məhlul arasında gedənlər də homogenə aiddir. Burada bərk və məhlul arasında görürük. Bu isə aiddir heterogenə. Hansı reaksiyalar fazalar sərhədində baş verir? Cavabınızı əsaslandırın. Alüminiumun xlor-turşu reaksiyası. Alüminium üstəgəl H-xlor. Alüminium bərkdir. Xlor-turşu maye əslində bu H-xlorun suda məhluludur. Maye deyə bilərik, məhlul desək daha uyğun var bu. Alüminium xlorid, bu ikincidir. Üstəgəl natrium hidroksid. Bu hər ikisi bərkdir. Üçüncü isə alüminiumun yanması. Bu bərkdir, bu isə qazdır. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.
Fazalar sərhədində baş verən reaksiyalar heterogen reaksiyalardır. Biz burada heterogen olaraq nəyi görürük? Alüminium xlor tutusu reaksiyasını. İkinci aid deyil, çünki bərkdən bərk reaksiyaya girir. Üçüncü isə bərkdən qaz reaksiyaya girir. Bu da fazalar sərhədində baş verir. Bu qədər, sağ olun.